birinə cəza vermişdi Həzrət Əli. Cəza necə şəriət cəza təyin edib. Neçə dəfə etiraf elədi, eləmə, get tövbə elə. Etiraf elədi, təkid elədi ki, cəza istəyirəm mən. Çox böyük günah eləmişdi, cəza istəyirəm. Həzrət Əlini məcbur elədi. Cəzanı icra eləyir. Dedi, ağa, olar 2 rükət namaz qılın, sonra dedi, hə, get. Bir dayandı cəzadan qabaq, namaz qıldı, səcdəyə getdi. Dedi, ilahi, dostum dayanıb başımın üstündə. Rüsvay olmuşam. Günahım pis günahdır, böyük günahdır, ağır günahdır. Canan verirəm başımın üstündə dayanan o qərib imamlığın hörmətinə. Dayım, bu cəza ilə təmizlənim, qiyamətdə mən cəzalandırma, taqətim yoxdur. Dedi, bilən səcdədən qalxdı, baxdı, gördü, Əli, oğlu ölən ana kimi ağlayır başımın üstündə. Dedi ki, ay günahkar, yerin göyün mələklərini ağlatdın, ged azadsan.